Siz bugün bizim son zəncimizdə iştirak edirsiniz. Biz bütün kollektivimiz adından sizə təşəkkür edirik. Minnətdarıq ki, siz artıq ikinci dəfədir, 2022-ci ildə və 2025-ci ildə bizim son zəncimizdə iştirak edirsiniz. Hörmətli müəllimlər, valideynlər, əziz şagirdlər, xalalar, hamınızı bu tədris ilinin sona çatması münasibəti ilə təbrik edirəm. Bugünkü məzunlarımıza uğurlar diləyirəm, yolunuz açıq olsun. Müəllimlərin zəhməti, valideynlərin zəhməti, uzun illər çəkdikləri bu böyük zəhmət və fədakarlıq bugün öz növbəti bəhrəsini verir və bütün ölkəmizin hər yerində olduğu ki, rayonumuzda da biz bütün məktəblərdə bugün 11-ci siniflər məzun olurlar, son zəng tədbirləri keçirilir və bu əlamətlər hadisə münasibətilə mən bütün valideynləri, bütün müəllimləri və bütün şagirdləri bir daha təbrik edirəm. Hörmətli Tahir müəllim, hörmətli qonaqlar, əziz şagirdlər, hörmətli müəllimlər və valideynlər. Elm və Təhsil Nazirliyi adından hər birinizi son zəng tədbiri münasibəti ilə, tədris ilinin başa çatması münasibəti ilə ürəkdən təbrik edirəm. Verəcəksiniz. Təhsilin əsas məqsədlərindən biri məhz vətənpərvər, öz vətənini, xalqını sevən, Azərbaycançılıq ideyalarına sadiq olan. Hörmətli qonaqlar, 11-cilərə ilk dəfə qələm tutmağı, oxumağı və yazı yazmağı öyrətmiş. Onların ibtidai sinif Выпускники, поздравляю от всей души вас с окончанием школы. Желаю вам крепкого здоровья, счастья, удачи в вашей дальнейшей жизни и всех земных благ. Целую. Дорогие мои выпускники, поздравляю вас с этим днем, с окончанием школы и нового этапа в жизни. Желаю вам счастья, здоровья и всего самого-самого наилучшего. Удачи вам! Əziz məzunlar, bugün sizin həyatınızda məktəb həyatının sonudur. Lakin həyat məktəbinin ilk günüdür. Bu o deməkdir ki, sizi qarşıda yeni bir mərhələ gözləyir. Fərqli məsuliyyətlər, fərqli narahatçılıqlar, yəni ki, başqa cür olacaq, məktəb həyatından fərqli. Bu yeni həyatda, yəni həyat məktəbində hər birinizə uğurlar arzulayıram. Hər zaman yaşıl ışıq yansın qarşınızda. Sağ olun, yollarınız açıq olsun. Əziz və sevimli 11-cilər, əziz və sevimli 11-cilər, sizin hər birinizi salamlayıram. İllər əvvəl bu məktəbə körpəç qədəmlərinizlə addım atmışsınız. Bu il isə 11-ci sinifi bitirib məzun olursunuz. Sizi məzun adınız münasibəti ilə təbrik edirəm. Bu sizin üçün bir son, bir başlanğıcdır. Həyatınızın ilk səhifəsində sizə uğurlar, sevgi dolu, xoşbəxtlik, həyat arzulayıram. Сегодня прозвенит в вашей жизни последний звонок. Вы пройдете уже в новый путь, в новую жизнь. В этом пути я вам желаю самого-самого наилучшего, самого хорошего, чтобы все мечты ваши сбылись. Вы мои любимые, я вас всех поздравляю. Чтобы мы в этом году услышали, что вы поступили в высшее учебное заведение. Целую вас крепко, обнимаю вас. Добрый путь! Дорогие выпускники, желаю всего вам самого-самого прекрасного. Желаю вам преодолеть все препятствия, трудности самым легким путем жизни. Желаю вам поступить в высшее учебное заведение, стать студентами. Я очень буду скучать по вам. 11-го я горжусь вами. Целую всех вас.
təbrik edirəm. Mənim sinifimdə maşallah olsun, 11-ci C sinifində yüksək bal nəticələrlə tutan şagirdləri var. Mən çox fəxr edirəm onlara. İnşallah hamımıza uğurlar arzulayıram. Bütün 11-cilərə. Allah yolunuzu açıq eləsin, işiniz avam etsin. Çox sağ olun. Salam, hörmətli tədbir iştirakçıları. Salam, hörmətli qonaqlar. Xoş gəlmişsiniz bizim tədbirimizə. Bugün son zəngdir. Amma bu bir son deyil. Bu sizin gələcəyinizin başlanğıcıdır. Bugün sizin uşaqlığınızın son günüdür. Və bu bir fərqli bir son zəngdir. Çünki bugün Xan kəndində də son zəng çalınır. Bizim neçə illik arzularımız yerinə yetirir. Əziz 11-cilər, yolunuz açıq olsun. Hamınıza uğurlar.